Elektron siqaretlərin fiziki sağlamlığa zərərləri ilə yanaşı psixoloji təsirləri də var. Veyplərdə istifadə olunan mayenin əksəriyyətinin əsas tərkib hissəsi nikotindir. Nikotin mərkəzi sinir sisteminə təsir edərək beyində dopamin kimi xoşbəxtlik hormonu artmasına səbəb olur. Bu proses müvəqqəti rahatlıq hissi yaratsa da, uzun müddətli istifadədə asıllıq, artan təşviş və depressiya kimi psixoloji problemlərə yol açır. Xüsusilə yeniyetmələr üçün bu risk daha yüksəkdir. Çünki onların inkişaf etməkdə olan beyinlərinə zərər verə bilər. Rəsmi araşdırmalar göstərir ki, gənc yaşda nikotinə məruz qalma gələcəkdə psixoloji problemlərin yaranması riskini artırır. Eyni zamanda veyp istifadəçiləri arasında sosial təcrid və emosional disbalans da müşahidə olunur. Bu isə gənclərin gündəlik həyat keyfiyyətinə və emosional stabilliyinə mənfi təsir göstərir. Sağlam həyat tərzini qorumaq üçün elektron siqaretlərdən uzaq durmaq və bu barədə ətrafınızdakıları məlumatlandırmaq olduqca vacibdir. Gəncliyimizi buxar etməyək, hər nəfəsdə ziyan çəkməyək.